Bakı Voleybol Klubu mükafatlandırma mərasiminə dəvət olunur. Gümüş mükafatlar komandanın üzvlərinə təqdim olunacaq. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Vagif Əliyev və Federasiyanın nümayəndəsi Azərbaycan voleybolunun canlı əfsanələrindən biri Oktay Ağayev təqdim edəcək. Bir qədər əvvəl mən 1956-cı ili xatırlatdım. Uçmuş İttifaq dövründə Azərbaycanın kişilərdən ibarət komandası SSR Kuboku yarışlarında qalib gələrək bütün İttifaqın voleybol həvəskarlarını heyrətləndirmişdilər və həmin komandanın üzvlərindən biri Oktay Ağayev qara bəbir ləqəbi qazanmışdı və indi Oktay müəllim mükafatları Bakı Voleybol Klubunun üzvlərinə təqdim edir. Mükafatları qəbul edən voleybolçular Biljana Grigoroviç, Sibele Barboza, Alessandro Frattoni Takeira, Elizabeth Regan Hood, Quinta Steenbergen, Natavan Gasımova, Ketty Carter, Yanake Bantinen, Rafaela Kaloni, Ingrid Bizer, Lara Mahıyeva və Renato Colombo. Haberə komandanın məşqçisi Fabio Ticci, eləcə də baş məşqçi Angelo Vercesi. Klubun digər nümayəndələr də mükafatları qəbul edirlər və cəmi il yarım ərzində belə bir güclü komandanın formalaşdırılması, belə bir fədakar, əzimkar heyəti yaradılması təbii ki, həm voleybolçuların, həm məşqçiləri, eləcə də klubun prezidenti Anar Məmmədovun böyük hümmətləridir. Artıq mütəxəssislər də indidən ehtimal edirlər ki, Bakı Voleybol Klubu növbəti mövsümdə Çağırış Kubokunda deyil, bəlkə də Çempionlar Liqasında yüksək yerlər uğrunda mübarizə apara bilərlər. Komandadan buna gücü çatar. Belə indiki turnirdə çıxışı da Bakı voleybolçularının mübarizliyini artırlaması ilə nümayiş etdirdi. Komandalar xatirə fotoşəkini çəkdirirlər və yəqin ki, bu fotoşəkil eləcə də oyunun ayrı-ayrı məqamları illər uzunu çox gərgin, amansız mübarizənin ayrı-ayrı məqamlarını bir daha xatırladacaq və belə bir gözəl oyunla tamaşaçıları sevindirdiklərinə, onlara zövq verdiklərinə görə Bakı Voleybol Klubunun bütün üzvlərinə, bütün nümayəndələrinə, tamaşaçılarımız adından da təşəkkürümüzü bildiririk.